Salam, sizi yeni bir videomdan salamlayıram. Necəsiz qızlar? Neçə vaxtdır sizlərlə video paylaşmıram. Bu günləri dedim ki, sizlərlə bir video paylaşım. Biraz alış-verişim var idi. Həm Trendyol, həm Temu, biraz da buradan alış-verişim. Dedim çəkim sizlərlə də paylaşım. Belə bir ikili borcam götürmüşəm qızlar. 15 manata götürmüşdüm ikili borcam. 2 ədəd, yəni ikilidir. Çox xoşuma gəldi. Belə ona görə ki, biri biraz balaca, biri də biraz, yəni biri ondan böyükdür. Mən ən çox bu borcanı şirniyyatdan da əlavə, düzdür 4 küncüm var. Mən pomidor bademcan dolmasını sobada bişirməyi sevirəm. Yəni onun dadını daha çox xoşlayıram. Ona görə elə onun üçün almışam. Dedim balacanı da şirniyyat üçün belə edərəm. Bir dənə Trendyoldan günəş kremi götürmüşəm. 8 manata götürmüşəm qızlar. Düzdür 2 də ədəd vurmuşduq 16 manata. Karqolu zaddı belə gəlmişdi. Yəni 2 nəfərə vurmuşduq. Ona görə də mənim üstümə 8 manata düşdü. Belə deyim. Bunu da Temuda görmüşdüm. Orada da elə 2 manat, 2.53 şampun qabı idi. Neçə vaxt idi deyirdim ya Trendyoldan, Temudan vuraram ya buradan. Elə buradan rastıma gəldi Canhomdan. 2 manat 50 qəpiyə almışam. Bir ədəd də belə özümə daraq götürdüm. Çox xoşuma gəldi. Möhkəmdir, yaxşı darıyır. Yəni o birisi daraqların belə darıyanda şotkusu çıxır. Ona görə də xoşuma gəldi. Dedim elə rastıma çıxmışkən bir götürüm. Elə yol üstü də İran mağazinə girmişdim. Belə 1 manatlıq 2 dənə konfet, yəni şokolad götürdüm. Dedim ki, elə qarışdıraram, yəni belə. İndi isə başlayayım, yəni Temudan açılışlarımı edim. Yəni 2 hissəyə vurmuşdum, amma ikisi də eyni vaxtda gəldi. Bir gün aralarında fərq var idi qızlar. Düzdür belə deyim. Vurduğum hər bir şeydən razı oldum, amma bir dənə, yəni bir sportivni dəst vurmuşduq. O xoşuma gəlmədi, həm rəngi, həm materialı, amma yəni qalan nə vurmuşdumsa da hamısı xoşuma gəldi. Razı qaldım. Yəni axır vaxtları belə deyim, Temudan çox razıyam. Yaxşı gəlir, məhsulları çox gözəl gəlir. Axır vaxtları ilk dəfə vurduğanda belə deyim, həmişə o qədər də keyfiyyətli məhsulları olmurdu, amma indi xoşuma gəldi. Bir ədəd belə bir uşaq çantası vurmuşam, yəni xəstəxanadan çıxış çantası. Bir bəbəşimiz gələcək inşallah, sağlıqla, salamatçılıqla gəlsin. İnşallah onun yəni xəstəxana çıxışına vurmuşuq. Yəni materialı da gözəldir, xoşuma gəldi. Düzdür, biraz balaca olsa da belə, amma belə də balaca deyil. Mən elə hiss elədim ki, çünki biz də əvvəlləri alırdıq uşaqları. Yəni göy rəngi də olurdu, qırmızı rəngi də olurdu. O da elə belə bu ölçüdə olurdu, amma yəni belə balaca lap balaca görsənir videoda, elə də balaca deyil. Bir də 6 manata da belə bir naşnik vurmuşdum. Çantanın yadımdan çıxıb 11 manat idi mi, 10 neçə manat idi, nəsə belə bir qiyməti var idi. Bu amma naşnik 6 manata vurmuşduq. Yaxşıdır, yəqin ki inşallah yaxşı da işləyər. İndi baxarıq, görək keyfiyyəti necədir, amma belə görünüşcə yaxşıdır. İnşallah yaxşı olar. Mən xoşladım, yenə deyirəm, bu vurduğum Temu çox gözəl gəldi, çox razıyam. Yəni bu dəfəki mallarım da düzdür 2 dəfəyə vurmuşdum, çox yaxşı idi. Bu da bir dənə, yəni şəkil üçün, adətən şəkil uzenin, yəni uşağın uzedə hər zaman bizə verilən yəni kağızı şəkilli üçündür adətən. Belə bir çərçivədir. İndi quraşdıracağam, axırda sizlərlə paylaşacağam. Çox yaxşıdır, maraqlı bir şeydir. Yəni ilk dəfə uşağın yəni uzedən çıxan bir şəkili qoymaq üçün ya da hər zaman xatirimizdə qalmaq üçün hər zaman onu bir
ilk necə deyim şəklini hər zaman saxlamışıq. Bu da popcorn aparatıdır. Çox gözəl gəldi qızlar. Mən heç fikirləşməzdim ki, yəni bu qədər biraz əlim ürəyimdə qalmışdı ki, yaxşı gəlməz, nə bilim, yəni heç işləməz, xarab bir şey göndərərlər, amma çox qəşəng gəldi. Bunu da 9 manat tam nəyə 9 manat neçə qəpiyə vurmuşdum? 9-a vurmuşdum. Çox qəşəng də gəldi. Düzdür, ilk vuruşa vurmuşdum. Amma yəni endirimlə vurmuşdum. Endirimlə vurmuşdum. 9-a mı yoxsa 11-ə? 11-ə gəldi, yox, səhv eləmirəm. 9-a bir dəfə gəldi, onu bilmədən ötürdüm vaxtını. 11 manata gəldi deyəsən, amma çox gözəl də gəldi. Yaxşı gəldi, gözəl də, yəni qardalını portladır, belə deyim. Mən özüm, yəni bəzən kimsə deyir ki, qazanda daha çox gözəl olur, amma mən onu qazanda partlada bilmirəm, yaxşı olmur, bilmirəm. Nədənsə qalın qazanda da etsəm, yandırıram, belə deyim, ötürürəm. Amma bu çox gözəl, çox rahat oldu. Axırda sizlərlə elə yol üstü oradan da qardalı aldım. Sizlərlə portladaram, paylaşaram. Çox gözəl oldu. Qoyursan, yəni qızır, aparat, yəni qardalını tökürsən, aparat qızandan sonra özü gözəl, rahat qızır. Düzdür, mən partladanda duz tökmədim, amma duz da tökəndə çox gözəl olar, yəni çox dadlı olar. Qazanda portlanan qardalını həm edə bilmirəm, həm də xoşuma gəlmir, belə deyim qızlar. Sizlər necə? Sizlər də bu axır vaxtda vurduğunuz mallar yaxşı gəlirmi? Sizlər də razısınızmı Temudan? Yenə deyirəm, nədənsə də bilmirəm, bəlkə də indi Temu axır vaxtları həm qiymətlər münasibdir, həm də yaxşı məhsullar göndərir. Çox sevdim, çox razıyam. Bu aralar vurduğum mallar çox mənə keyfiyyətli, yaxşı gəlir. Burada da yenə dediyim kimi köynək də özümə vurduğum, yəni köynək də var. Sarıçka vurmuşdum. Bir də sportivni dəst. Gümüşləri çox gözəl gəldi, parlaq gəldi. Gümüş də vurmuşdum. Kişi üçün, yəni kişi gümüşü vurmuşdum da. Yəni boyunbağı və qolbaq vurmuşdum. Çox xoşuma gəldi. Çox qalınlığı da çox gözəl idi. İndi inşallah işlədərik, görərik keyfiyyəti necədir. Probu da üstündə idi. Yəni proplu, qiyməti də münasib qiymət idi. İndi keyfiyyətini də inşallah irəliləyən vaxtlarda sizlərlə video çəkəndə paylaşaram. Bir də bir ədəd kişi üçün qol saatı. Bu da istədiyimiz kimi gəldi. Çox razıyam. 2 ədəd düzdür qol saatı vurmuşdum. Biri qara remenli, biri də belə, yəni dəmir remenli qol saatı vurmuşdum. Gümüşün də yenə dediyim kimi qalınlığı, parlaqlığı yerindədir. Belə yəni göstərəcəm sizlərə də. Yəni probuna da baxdım. Mən dedim bəlkə probsuz gələr. İndi bilmirəm keyfiyyəti necədir, onu bilmirəm. Orada ümumiyyətcə gümüşlər çox ucuzdur, münasib qiymətədir. Amma burada nəinki burada gümüşlər çox bahadır. Hədsiz baha verirlər. Amma orada gümüş çox yaxşıdır. İndi keyfiyyətini bilmirəm. Yenə dediyim kimi ilk dəfə almışıq keyfiyyətini. Hələ yəni işlədib qabaqda görərik inşallah. Bu da qolbaqsıdır. Qolbaqsı da yenə şəkildə göründüyü kimi o qalınlığındadır. Kişi üçündür. Yəni kişi qolbağıdır. Elə sep də kişi üçündür. Belə qızlar. Mən özüm əvvəllər saat vurmuşam. Düzdür, saatım da keyfiyyətli gəlib. İnşallah bu saat da yaxşı keyfiyyətli gələr. Bir ədəd də qardaşım sifariş vermişdi. Ona da vurdum. Bu qara remenlidir. Yanında da bir dənə yəni brasleti var. Yəni qara bir remenli bir brasleti var. Bunu da 6 manata vurmuşduq. 5 nə qədər idi də deyəsən 6 manata gəldi çıxdı. Bu da yaxşıdır. İnşallah yenə deyirəm keyfiyyətini də növbəti videolarımda sizlərlə paylaşaram. Deyərəm necə çıxdığını.
Həm də yəni bu aralar belə deyim, tez çatdırmaları tez olur, yaxşı olur. Həmişə gecikirdi, amma bu dəfə çox yaxşı tez çatdırmaları oldu. Tez yəni çatdırdılar, problemsiz, yəni qırığı söküyü olmadan çox yaxşı gətirdilər. Gördüyünüz kimi bu sportivni, amma heç ürək açan olmadı. Bir dənə bundan narazıyam. Şəkildə elə görsənmirdi, amma çox nazik, rəngi də şəkildə elə görsənmirdi. Rəngi də çox açıqdır. İndi bilmirəm burada videoda necə görsənir. Burada videoda açıq biraz tünd görsənə bilər, amma çox açıqdır. Belə deyim, biz onu düzdür çöl bayır üçün sportivini istəmişdik. Elə adına vurmuşduq, amma yəni çölə bayıra geyinləsi sportivini deyil. Özümə vurduğum köynək də materialı çox xoşuma gəldi. Razmer də XL vurmuşdum. Elə XL də gəldi. Materialı da xoşuma gəldi. Yaxşı bir materialı var. Bunu da endirimlə yenə deyirəm 7 manata vurmuşdum. 14 manatdanmı, 15 manatdanmı endirimə düşmüşdü. Endirimlə, yəni kuponum var idi deyən, ona görə elə 7 manata düşdü. Çox qəşəngdir, çox razıyam, çox razı da qaldım. Bu dəfəki yəni bağlamalarımdan çox razı qaldım. Özünün də belə qızlar yəni ölçü qaşığı var. Elə ağzının da özünün qapağıdır. Çox xoşuma gəldi. Rahat da, yəni popkornumu rahat, yəni popkornumu yaxşı partladır. Belə deyim. Mən razı qaldım. Sizlər necə? Sizlər də razı vurduğunuz məhsullardan razı qalırsınızmı? Hər birinizin yorumlarda fikirləriniz mənim üçün maraqlı olar. Bu axır vaxtda vurulan temaları, yəni mən razıyam, sizlər də razısınızmı? Vurduğunuz temalardan, istər Trendyol olsun. Düzdür, bu aralar Trendyoldan elə çox məhsul vurmuram. Vurduğum ən çox Temudur. Düzdür, Trendyoldan da vurmuşam. Növbəti videomda yenə həmən vurduğum məhsulu sizlərlə paylaşacağam. Amma indi istədiyim video çox uzun olmasın deyən sizlərə Temudan alış-veriş etdiyim videoları paylaşım. Qızlar, belə qardalı isinir. Əvvəl biraz fikirləşdim ki, yəni tökdüm qardalını həmən dəqiqə yəni partlatmadı. Amma sonra fikirləşdim ki, elə yəni tavaya da tökəndə ən azından yəni qardalı qızır. Ondan sonra popkorn partlamağa başlayır. İndi gördüm ki, elə yəni aparatda da elədi. Çox gözəl gəldi. Mən razıyam. Sizlər necə? Hər birinizin fikirləri mənim üçün yenə deyirəm maraqlı olar. Yorumlarda fikirlərinizin hər birini gözləyirəm. Yorum yazmağı, belə deyim, abunə olmağı sizlərin hər birinizdən gözləyirəm. Hər birinizin dəstəyinizə ehtiyacım var. Yenə hər bir videomda dediyim kimi mən hələ yeni başlamışam. Yəni abunə sayım az olduğu üçün istəyirəm 1000 abunə sayına çatdırım. Hələ abunə sayım az olduğu üçün ən çox da rəylərinizi gözləyirəm, fikirlərinizi gözləyirəm. Hansı tərzdə videolar çəkməyimi istəyirsiniz, o tərzdə videoları mənə yorumlarda, yəni fikirlərinizi bildirə bilərsiniz ki, bu tərzdə videolar yəni çəkməyini istəyirəm. Mən də böyük məmnuniyyətlə sizlərə hansı tərzdə videolar istəyirsiniz, o tərzdə də videoları çəkməyə hazıram. Belə qızlar, belə gözəl partladı. Əslində böyük bir qabı qoyu asıydım. Elə əlimin altında belə bir balaca bir qab idi. Düzdür, qardalını da biraz tökmüşdüm, amma yaxşı, çox yəni partladı, belə deyim. Yəni bütöv, yəni yanmadan bütöv qazanda yanır. Bəzən elə olur, heç qardalı açılmır, amma burada çox gözəl də yəni partladı. Almağı məsləhət görürəm hər birinizə, yəni bir fikir olaraq. Bəzən elə olur ki, videolarda görürük, fikirləşirik ki, görəsən almağı məsləhət görülür ya görülmür, amma mən məsləhət görürəm belə bir
çərçivəni də qurdum qızlar. Şəkli də qoyanda hər iki tərəfindən şpılka ilə bərkidəndə, yəni çox gözəl görsənir. Çox qəşəng görsənər. İnşallah qoyarıq şəklimizi, sizlərlə də paylaşarıq. Sağ olun, Allah amanında qalın.